Çox insanların şikayət etdiyi qəbizliyin əsas səbəbləri nədir? İlk əsas səbəblərdən biri oturaq həyat tərzidir. Bilirik ki, bağırsaqlarımız sutka boyu hərəkətlərdir. Dalğavari hərəkət etməklə bağırsaqlardakı nəzin hərəkətini təmin edir. Amma oturaq həyat tərzi bağırsaqların tənbəlləşməsinə və hərəkətinə mane olur. İkinci səbəb isə nizamsız qidalanmadır. Çünki biz adətən səhər, günorta, axşam 3 dəfə qidalanırıq. Bu qidalanmanın arasında hər hansı bir qida qəbul etmək bağırsaqların hərəkətinin zəiflənməsinə və həzm rejiminə keçməyinə səbəb olur. Bağırsaqlar qidanın həzm və solunmasına məşğul olur və hərəkəti zəifləyir. Bu da qəbizliyin və köpün yaranmasına səbəb olur. Üçüncü səbəb düzgün qidalanmamağımızdır. Çünki biz lifli qidalardan, göy-göyərtidən, tərəvəzlərdən çox istifadə etməliyik. Çünki bağırsağı əsas işlədən liflər, qidalar onlardır. Onlar istifadə olunmadıqda bağırsaqlarda tənbəlliyin və qəbizliyin, köpün yaranması təbii haldır. Başqa bir səbəb də var. Həzm pozğunluğu. Öd yaxşı süzmədikdə, mədalı və hormonları zəif olduqda, mədə turşuluğu çox olduqda, bu zaman həzm sistemi fəaliyyəti pozulur, qidalar yaxşı həzm olmur və köpün və qəbizliyin yaranmasına səbəb olur.